Bugün böyük qayıdış çərçivəsində Ağdərəyə daha bir köç yola salınır. Tərtərdən yola düşən ailələr Həsənriz kəndinə yerləşəcəklər. İndi biz əməkdaşımız Elnur Tofiqə bağlanırıq. Elnur, sakinlərin təəssüratlarını sizdən eşidək. Buyurun. Bəli, Leyla, sizin də qeyd etdiyiniz kimi bugün artıq Həsənriz kəndinə ikinci köç gerçəkləşəcək və elə Novruz bayramı ərəfəsində bu əlamətdar günlərin də biz şahidiyik. Tərtərdəyik və Tərtərdən ailələr bu toplanma məntəqəsindədirlər. İndi operatorumuz Elmin İspəndiyarov görüntüləri sizə təqdim edir. Bax, bu gördüyünüz insanlar artıq 3-10 illikdən artıq bir müddətdən sonra əbədi olaraq öz doğma yurtlarına qovuşacaqlar. Və bildirmək istəyirəm ki, birinci köç, ötən dəfə gerçəkləşən köç zamanı 25 ailə 91 sakin geri dönmüşsə, bugün də 25 ailə ümumilikdə 75 sakin əbədi olaraq Həsənriz kəndinə qovuşacaq və beləliklə Həsənriz kəndində məskunlaşan insanların sayı 50 ailə və 166 sakinə çatacaq və görüntülərdən sizə təqdim edirik. Gördüyünüz yük maşınları həmin ailələrin ev əşyalarını Həsənriz kəndinə daşıyan avtomobillərdir, yük maşınlardır. Burada isə həmin sakinlərdir. Mütləq şəkildə müsahibələrimiz olacaq, onların təəssüratlarını öyrənməyə çalışacağıq və ötən dəfə həmin köçdə biz də iştirak etdik və geri qayıdan sakinlərlə bərabər Həsənriz kəndində olduq və görüntülərimiz oldu, reportajımız oldu. Bir daha təkrarən bildirmək istəyirəm ki, Həsənriz kəndinə qayıdan insanların şəraiti yüksək səviyyədə yaradılıb. Orada olan evlər əsaslı təmir bərpadan sonra sakinlərə təhvil verilir və bütün zəruri infrastrukturla təmin edilmiş və əlbəttə burada elektrik enerjisi, mavi yanacaq, daimi su və yüksək sürətli internet də bunlara daxil olmaqladır. Və bugün daha bir əlamətdar tarixi günün şahidiyik və bu köç prosesi davamlı şəkildədir. Daha öncələr biz Xocalı rayonunun Ballıca kəndinə bu cür köçləri efirə yansıdırdıqsa, bugün artıq Ağdərəyə və məlumat üçün bildirim ki, Ağdərə rayonunun Talış kəndindən sonra artıq ikinci yaşayış məntəqəsidir ki, öz sakinlərinə qovuşur. Buradan bayaq qeyd etdiyim kimi müsahibələrimiz olacaq, ora köçən insanların təəssüratlarını öyrənməyə çalışacağıq. Leyla, mənim Tərtərdən çatdırmaq istədiklərim hələ ki bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Təşəkkür edirəm Elnur, ən son məlumatlara görə sizə.